Artıq Caludla döyüş vaxtı yetişmişdi. Talut öz qoşunu ilə uzun bir yola çıxmalı və Caludun qoşununa hücum etməli idi. Allah əsgərləri sınamaq üçün onların qarşısına bir çay çıxaracaqdı. Bu əsgərlərdən kimin sona qədər Taluta sadiq olacağını yoxlamaq üçün idi. Həm də həmin çayın suyu zərərli idi. Onu içən qüvvəsini itirə bilərdi. Talut üzünü əsgərlərinə tutub dedi: Sizin qarşınıza bir çay çıxacaqdır. Allah o sudan içməyi sizə qadağan etmişdi. Nə qədər susamış olsanız da o sudan içməyin. Yalnız bir ovuc içib dadına baxın. Əgər Allahın bu əmrinə əməl etməsəniz, gücdən düşə bilərsiniz. Əsgərlər yollarına davam edirdilər. Uzun yol getdiklərinə görə çox susamışdılar. Şeytan yenə də hiylə işlətmək və insanları yoldan çıxarmaq istəyirdi. Axı o insanın daimi düşməni idi. O insanların Allahın əmrlərini yerinə yetirmələrini istəmirdi. Şeytan əsgərlərin qəlblərinə girdi. Sənin nə qədər su içdiyini heç kəs görməyəcək. İstədiyin qədər iç. Deməklə, onların fikirlərini qarışdırdı. Beləcə şeytan əsgərlərin çoxunu yoldan çıxardı. Çayın kənarına çatdıqda əsgərlər şeytanın tələsinə düşərək Allahın əmrini unutdular və çayın suyundan doyunca içməyə başladılar. Talut və yanındakı əsgərlər isə yalnız bir ovuc içib çayın kənarından uzaqlaşdılar. Talutun sözünü dinləməyib sudan içən əsgərlər güclərini itirdilər. Talut və onun dediyinə əməl edən insanlar isə onunla birlikdə çayı keçdilər.